Sen mütləq sağalacaqsın. İnşallah. Sen düzələcəksən. Balam sağalacaqdır. Hamının dəstəyi hamının köməyi hamının duasından. Marnioli Belediyesinin Araflı kənd sakini 21 yaşlı İsəxanov Sübhan iflic xəstəliyindən əziyyət çəkir. Hazırda Azərbaycandakı klinikalardan birində müalicə alır. Həkimlərin rəyinə əsasən müalicənin davam etdirilməsi üçün 30 min lari məbləğində vəsaitə ehtiyac var. Təəssüf ki, ailənin bu məbləği ödəmək üçün maliyyə imkanı yoxdur. Hər şey yaxşı olacaq. Sen mücadilə aparmalısan, sen mübarizə aparacaqsan bu xəstəliklə. Oldu ürəyim. Hər şey yaxşı olacaq. Hamı sənin yanındadır. Göydə Allah, yerdə insanlar, yaxşı insanlar, hamı səninlədir. Sübhan. Hamı. Sübhana dəstək olmaq istəyənlər qeyd olunan bank hesabına iyanə köçürməklə yardım edə bilərlər. Sizin kiçik dəstəyiniz böyük ümid ola bilər.